Kvant fizikasının həqiqətən də çox qəribə dünyasına xoş gəlmisiniz. Elə bir dünya ki, orada hər şey bildiyimizə ziddir. Amma qorxmayın, bu sizi yoracaq bir fizika dərsi olmayacaq. Əksinə, MIT-in məşhur giriş kursunu özümüzə bələdçi götürərək bu ağlasığmaz reallığı anlamaq üçün sizə aydın bir yol xəritəsi göstərəcəyik. Gəlin başlayaq. Hər şey əslində bu sadə sualdan başlayır. Yəni, hər şeyin təməlində dayanan o kiçik elektron əslində nədir? O kiçik bir top kimi bir zərrəcikdir, yoxsa suya daş atanda yaranan ləpələr kimi bir dalğadır? Bax, bu sual kvant dünyasının ən böyük tapmacasıdır. Deməli, cavab hər ikisidir. Bəli, düz eşitdiniz. Elektron həm zərrəcikdir, həm də dalğa. Bu nə qədər məntiqsiz görünsə də, kvant reallığının ta özüdür. İndi isə gəlin bu heyrətamiz nəticəyə bizi addım-addım necə gəlib çıxacağımızı göstərən yol xəritəmizə nəzər salaq. İlk dayanacağımızda bildiyimiz hər şeyi bir kənara qoymalıyıq. Yəni, gündəlik həyatdakı fizika qanunları var ha, almanın ağacdan düşməsi, topun atılması. Bax, onların hamısını unudun. Çünki atomlar aləmində bu qaydalar işləmir. Bizə tamamilə yeni bir qaydalar dəsti lazımdır. Yəni, bir şeyi başa düşməliyik. Kvant mexanikası, köhnə fizikanın biraz yaxşılaşdırılmış versiyası deyil. Yox, bu, reallığı anlamaq üçün tamamilə yeni bir dildir, yeni bir düşüncə tərzidir. Sanki köhnə xəritəni cırıb atırsan və qarşında tamam başqa, naməlum bir dünya açılır. Və bu yeni dünyada qurban verdiyimiz ilk şey dəqiqlikdir. Bilirsiniz, klassik fizika bir saat mexanizmi kimidir. Hər şeyin səbəbi və nəticəsi bəllidir. Amma kvant dünyasına girən kimi bu saat qırılır. Artıq dəqiq proqnozlar yoxdur, hər şey ehtimallara, bir növ şans oyununa çevrilir. Yaxşı, bəs bu qəribə ehtimal oyunu hardan çıxdı? Səbəb hekayəmizin əsas qəhrəmanıdır, yəni maddənin o ağlasığmaz ikili təbiəti. Bax, hər şeyin kökündə dayanan əsas fikir budur. Təsəvvür edin, 1924-cü ildə Louis de Broglie adlı bir fizik ortaya bir fikir atır və deyir ki, təkcə işıq yox, hər bir zərrəcik, elektron, proton, hətta biz özümüz belə həm də bir dalğayıq. Yəni, bu o deməkdir ki, elektronlar balaca nöqtələr deyil, onlar həm də kosmosa yayılmış dalğalardır. Gəlin bu fərqi daha aydın görək. Solda klassik bir güllə var. Yolu bəllidir, dəqiqdir. Sağda isə kvant elektronu. O bir nöqtədən digərinə düz xətlə getmir. O sanki bir ehtimal ləkəsi kimi ətrafa yayılır və biz ona baxana qədər hər yerdə olma ehtimalı var. Yaxşı, bəs fiziklər bu ehtimal ləkəsini riyazi olaraq necə təsvir edirlər? Bax, burada səhnəyə kvant dünyasının açarı olan dalğa funksiyası çıxır. Təsəvvür edin, bu bir növ resept kitabçasıdır. O bizə demir ki, elektron buradadır. O bizə sadəcə deyir ki, elektronu filan yerdə tapmaq ehtimalı filan qədərdir. Bütün mümkün nəticələrin reseptini verir. Deməli, əlimizdə nə var? Qəribə dalğa zərrəciklər və onları təsvir edən bir resept kitabı. Əla, bəs bu reseptlər, yəni ehtimallar zamanla necə dəyişir? Bunun üçün kvant aləminin əsas qaydalar kitabına, yəni kainatın ən fundamental tənliklərindən birinə baxmalıyıq. Və budur o, Schrödinger tənliyi, kvant mexanikasının döyünən ürəyi. Əgər dalğa funksiyası resept kitabıdırsa, Schrödinger tənliyi baş aşbazdır. O, zaman keçdikcə reseptin necə dəyişəcəyini, yəni o ehtimal dalğasının necə hərəkət edib yayılacağını dəqiqə-bə-dəqiqə bizə deyir. Əslində, bütün prosesi 3 sadə addımla ifadə etmək olar. Birincisi, sistemin dalğa funksiyasını, yəni o resepti yazırsan. İkincisi, nəyi bilmək istədiyini seçirsən. Məsələn, mövqeyi nədir? Bu sualı vermək üçün xüsusi bir riyazi alət olan operatordan istifadə edirsən. Və üçüncüsü, Schrödinger tənliyi sənə bu sualın cavabının zamanla necə dəyişəcəyini göstərir. Bu qədər sadə. Və indi gəlib çıxdıq işin ən qəribə, ən inanılmaz yerinə. Bu qaydalar kitabının bizi apardığı son nəticə, reallığın özündəki o fundamental, qaçılmaz qeyri-müəyyənlik. Məsələ budur. Biz baxana qədər hər şey sadəcə bir ehtimallar qarışığıdır. Elektron eyni anda həm burada, həm orada, həm də başqa bir yerdə ola bilər. Amma biz onu ölçməyə cəhd edən kimi bütün o ehtimallar buludu bir anda çökür və elektron bir yer seçməyə məcbur olur. Sanki bizim baxışımız reallığı yaradır. Baxın, bu diaqram hər şeyi mükəmməl izah edir. Ölçmədən əvvəl elektronun dəqiq bir yeri yoxdur. Dalğa funksiyası sadəcə deyir ki, onu 40% ehtimalla burada, 25% ehtimalla da orada tapacaqsan. Bütün bu imkanlar eyni anda mövcuddur. Biz ölçmə düyməsinə basan kimi, təbiət sanki bir zər atır və bu ehtimallardan yalnız biri reallığa çevrilir. Bütün bunlarda bizi gətirir məşhur qeyri-müəyyənlik prinsipinə.
Amma diqqətli olun, bu bizim ölçü cihazlarımızın zəif olması demək deyil. Xeyr, bu təbiətin fundamental bir qanunudur. Qanun deyir ki, hər şeyi eyni anda mükəmməl dəqiqliklə bilə bilməzsən. Bir zərrəciyin yerini nə qədər dəqiq bilsən, onun sürətini bir o qədər qeyri-dəqiq biləcəksən. Biri üçün dəqiqlik, o birisi üçün qeyri-müəyyənlik deməkdir. Yaxşı. Bütün bu yeni qaydaları, qəribə anlayışları öyrəndik. Bəs bütün bunların axırı nə oldu? Nəyimizi lazımdır? Mənası odur ki, bu kvant alətlər dəsti bizə elə qapıları açır ki, klassik fizika o qapıların mövcudluğundan xəbərsizdir. Bu, kainatın ən dərin sirlərini anlamaq üçün bir açardır. Bəli, indiyə qədər qurduğumuz hər şey biraz abstrakt görünə bilər. Dalğalar, tənliklər, ehtimallar, amma indi bu açarın real dünyanın qapılarını necə açdığını və elm fantastika filmlərindən çıxmış kimi görünən hadisələri əslində necə izah etdiyini görəcəyik. Baxın bu inanılmaz nümunələrə. Dolanışıqlıq, yəni iki zərrəcik bir-birindən kainatın o biri ucunda olsa belə anında bir-birinə təsir edə bilir. Və ya işığın bəzən dalğa, bəzən isə foton deyilən zərrəciklər kimi davranması. Hətta bir bombanın işlək olub-olmadığını ona heç toxunmadan, onu partlatmadan bilmək imkanı. Bunlar nəzəriyyə deyil, bunlar laboratoriyalarda sübut edilmiş reallıqlardır. Beləliklə, yol xəritəmiz bizi haradan hara gətirdi. Biz hər şeyin dəqiq və proqnozlaşdırıla bilən olduğu bir dünyadan başladıq. Sonra dalğa zərrəcik ikiliyini qəbul edərək, Schrödingerin qaydaları kitabını mənimsəyərək bu mənzərəni alt-üst etdik. Nəticədə isə reallığa tamamilə yeni, daha qəribə, amma həm də daha fundamental bir gözlə baxmağa başladıq. Və sonda sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Əgər reallığın özü ən dərin səviyyədə dəqiq bir nəticəyə deyil, sadəcə atılan bir zərrə, bir ehtimala əsaslanırsa, bu bizim kainatdakı yerimiz haqqında, hətta mən dediyimiz şeyin özü haqqında nə deyir? Yəqin ki, bu sualın cavabını tapmaq sizin öyrənmə səyahətinizin növbəti addımı olacaq.